Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs edilib. Bu barədə Today Press TV-yə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları 2000-ci il təvəllüdlü Abuzər Əl-Mühacir dini ləqəbli Quliyev İlqar İlhamoğlu, 2005-ci il təvəllüdlü Abdurəşid dini ləqəbli Piriyev Amin Elşadoğlu və 2005-ci il təvəllüdlü Abdurrahman Əl-Azəri dini ləqəbli Əlizadə Elvin Sənanoğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Adı çəkilən şəxslər IŞİD terror təşkilatının Vilayəti Xorasan silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib, səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir. Namiq Abbasov, Today Press TV.